Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizlər Bərdə Maşın Bazarından salamlayırıq. Bugün də Qurban Bayramıdır. Hər birinizin bayramı mübarək olsun. İlkin qardaş, xoş gördük sizi bir daha Bərdə Maşın Bazarında. Allah razı olsun. Allah İsmailli'dan gətiribdi. İlkin qardaşımız 07 maşın. Bəli. Buyur, məlumat ver. Bilək necə maşın? 2000'in maşınıdır. Motor yağ yemir, karofka 5'dir, mosta səs yoxdur. Maşın da göz qabağındadır. Maşınımızın görünüşü yaxşıdır. Bəli. Nə vaxtdan sizdədir? Maşın hardasa 4 gündə almışam. Allah bazarınızı versin. Yəni, yəqin ki, izləyicilərin bir çox sizi tanıyır. Bəli. Amma səndən bir xahişim var, Bəli, belə qardaş kimi sən Bəli. bu elə gedən ki, bu izləyicini allatmada nəyi var maşının düzündə, zəng eləyəndə. Maşın mən heç vaxt izləyicini aldatmır ha. Hə, bax, dəyərli izləyicilər, İlkin qardaşımız sizə nəsə yalan desə, bax, yazın şərhlər bölümünə. Maşının 2000'in maşınıdır, düzdür. Zavod detal, yəni zavod deyil maşın, yəni dəyişən detalı var. Dəyişib bu kurlosu dəyişir, kapotun dəyişir. Vəssalam. Bir də yüngül lavoyunda lif var, 15 manatlıq xərci. Lavoyun boltu. O yüngül xərclərdən eybi yoxdur. Əsas başqa odur ki, belə motor yağ yemədir, qarobka atmadır, mosta kapləsəz yox. 16 da bunlardan. Bəli, altında qram sürü yox. Motor yaxşı, karobkada yaxşı. Bəli. Diperdə səs. Xeyr, kapləsəz yox. Polda dersi çürük yox. Xeyr. Heç olmayıb, yoxsa olan Yox. Peredokun səsi küy yox. Peredokda idealdır. Təkərlər də normaldır. Bəli. Əsməyi, dirajen, nəsə elə şey yoxdur. Dəyişilənlərini də dediniz. Dəyişən sol kurulu dəyişib, kapotu dəyişib. Vuruq olubdu. Məndən qabaq dəyişiblər. Yox, vuruq olub olmadığını bilmədin. Yox, indi yəqin yüngül dəyib düzəldib dəyişiblər də, döyməni düzəldiblər. Kosmetik işi yoxdur. Xeyr, yoxdur. Ön aynasında bir dənə balaca çat var, görünməyən yerdədir, bəli. yəni meş açılığı yoxdur. Yox. Digərləri salamatdırmı? Bəli. Düyməylə mi qalxır aynalar, yoxsa əllə? Əllə, qapılar amma pultla. İşitin üstündə də çuxol var, Bəli. altından xəbərimiz yoxdur ki, çatı var, yoxsa yoxdur. Oturacaqlar yaxşımı? Bəli, yaxşı. Qiymət də deyirsiniz? 4200-ə deyirəm, aşağı yeri var. 4-dən aşağı düşmək olacaq? Yoxsa son fikir 4-dür? Son fikrim buna 3700 manat. Qəşəng endirimdə, 500 manat. Bəli. Görmək istəyəndə İsmailiyyə mi gəlsin? Bəli, İsmailiyyə. Uğurlar arzu edirəm Çox sağ ol, qardaşım. Allah canı sağ eləsin, tüm milləti çəkib göstərsin. Siz də sağ olun, təşəkkürlər. Sağ ol. Xeyir olsun qardaş. Çox sağ olun, Allah razı olsun. 06 maşınınızı satırsınız. Bəli. Buyurun məlumat verin, bilək necə maşındır? İli 1985, motor 03, karobka 5, mostumda səs yox, karobkada atma yox, motorda yağ yemə, əlavə səsi köyü yoxdur. Çoxdan mı işlədirsiniz? Maşın 3 aydır bizdədir. Yaxın dostumuzdan almışıq biz də, öz əlimizdən alıb ona maşın. Nə əcəb tez satası oldunuz? İnşallah yine marka Lap istəyirik onu. yaxşı. Lap yaxşı. Yaxın Alandan olsun. sonra xərciniz oldu mu? Radiator zat sistemini dəyişdirmişik, yağın falan dəyişdirdik, belə xırda. Mühərrikinə baxdırmadınız? Yağın dəyişdirmişik belə, motorda başqa problem olmur. Nə idi mühərrik? 03. Yağ azaltması, səsi? Yoxdur, xeyr. Normaldır deyirsiniz. Karobka necə? 5-də atma yoxdur. Diperdə səs? Yoxdur. Pol necədir? Polunda çürük yoxdur. 85-in maşınıdır. Onlar biraz Yəqin ki, olub ki, çıxartdı ya. Ha, olub latkası var. Danqırat yerləri salamat. Bəli. Peredok necədir? Səsi küyü çoxdur. Yox, redaktor təzə yox. Təkərlər amma zəifdir. Bəli. Dəyişsə daha yaxşı olar. olar. Maşınımızın qalan detallarını deyin də bizə. Qapı, kril, kapot, nəsə qalıb? 90% öz detallarıdır, dəyişən də yoxdur. Dəyişən yoxdur deyənə belə bir dənə kril dəyişibdir. Yəni bizim dostumuz. Deyirəm bəlkə sizdən əvvəl dəyişdiribəsiniz. Yox, elə dostumuzda olub, ondan yəni belə almış. 90% öz detalları. Kosmetik işləri necə? Yoxdur ki? Kosmetik işi bir burada var, xırda cüzi bir. Aha. Bir də bir yerində belə quruntu var. Kosmetik. Ön aynasında bir dənə sədəf boyda çıxdağı var. Digərləri salamatdır. Bəli, var. Şit təmizdir, eləmi? Bəli, təzə şitdir, 2000 üçün. Dəyişilib də. Oturacaqlar yaxşı? Bəli, yeni yüzlənib oturacaqlar. Pultu yoxdur maşınımızın? Yox, pul istəmir. Qiyməti neçə? Qiyməti 3600 deyirik. Endirim olar. Aşağı yeri var qardaş. Görmək istəyən hara gəlsin?
Görmək istəyən bazardan sonra inşallah Göyçayların Cəbrə kəndi. Uğurlar arzu edirəm. Çox sağ olun, var olasınız. Siz də sağ olun. Qardaş Allah bazar versin. Çox sağ olun. 06 maşın satırsınız. Bəli. Buyurun məlumat verin. Bilək necə maşındır? Pis maşındır, 2006-dır, 5 karabkadır, 06 motordur. Nə vaxtdan sizindir bu maşın? 2 il demək olar bizdədir. İkinci davernisuna sürürəm, satmaq istəyirəm. İkinci davernisi nə zaman götürdünüz? Bir ay olmaz heç baş. Birinci davernisi durur yoxsa? Yoxdur o. Elə yoxdur. Hə, o yoxdur. Alandan sonra xərcləriniz nə oldu? Xərclərim Pera9-dan yığdırmışam. Aha. Müəyyən hissələrini əl gəzdirmişəm. Yüngül əziyim olub, onu yığdırmışam sağ tərəfdə. Mühərriki 06-dır. Bəli. Necədir mühərrikin vəziyyəti? Mühərrikində yüngül xərci var, o da ki qiymətdən çıxılacaq. Nə edir? Yağ azaldırmı? Səs eləyirmi? Yağ azaltması var, yüngül də səsi var. Ha, yığılmalıdır mühərrik Bəli, deyirsiniz. mühərrik yığılmalıdır. Neçəyə başa gələr onun yığılması? 800-700 manat usta. Əməlli başlı puluymuş ki. Mən Hə. dedim 200-300 manatla baş bağlamaq olar. Düzünü deyək. Yəni, Karobkada vəziyyət necə? Yaxşıdır? Karobka yaxşıdır, Beşdir? 5-dir bəli. Most da yaxşıdır. Bəli, bu mostu da yaxşıdır. Alt necədir? Polu. Polu yaxşıdır, çürüyü zadı yoxdur. Yüngül vari kosmetikalarında müəyyən xərclər var. Danqrat yerləri salamat. Bəli, bəli, danqrat yerləri salamat istəyir. Peradok necə? Peradok yaxşı. Səs-küyü yoxdur ki. Yoxdur, xeyr. Təkərlərdəki normaldır. Orta baba təkərlərdir. İşlətmək olar hələ ki. Bəli, işlətmək olar. Qalan detallarını soruşaq. Qapı, krel, kapot, nəsə dəyişilən varmı? Məndə olduğu müddətdə xeyr, dəyişilmir. Yox, ümumiyyətcə bilmədiniz. Yox, mən alanda bez detal kimi almışam. Elə, hə. Hə, bez detal kimi. Allah eləsin elə elə olsun. Yəni dəyişilən məndə olduğu müddətdə dəyişilən detalı olmuyor. Aha. Kosmetik şey yoxdur ki. Müəyyən yerlərdə çıtdaqlar var Hə, elə bilirəm. müəyyən yerlərində çıtdaqları var, ondakı nəzərə alacaq. Ön aynasında da çıtdaq var bir yerdə. Bəli, Cüzidir. Bəli. Digərləri salamatdırmı? Yoxdur ki, qırığı çatı. Yox. Əsas zədə ön aynaya düşür. Oturacaqlar yaxşıdır. Yaxşıdır, cırığı Söküntüsü yoxdur ki. Bəli, xeyr. Şitdə elə bilirəm təmizdir. Çat. Şiti yox. Cüzi Var bir dənə çat. çərti var, o da. Hə, balaca çat görürük ya, eyb yoxdur ondan. Qiymət neçə deyirsiniz? Qiymət 5-5-ə deyirəm. Real alıcıya, yəni motorda endirim eləyəcəm. 5-5-ə 800 manat çıxarsınız oradan. 800-də hələ artıq da çıxacaq. 1000 də çıxa bilərəm. Görmək istəyən hara gəlsin? Görmək istəyən Zərdab rayonu. Uğurlar arzu edirəm qardaşım. Çox sağ olun. Siz də sağ olun. Qardaş Allah bazar versin. Sağ ol, var ol. Maşınınız Opel Astra. Bəli, Opel Astra. Buyurun məlumat verin bilək necə maşındır? İli 2006-dır. Motor 1.4 benzin. Yəni heç bir problemi yoxdur. Nə vaxtdan sizindir bu maşın? 1 il olar. Etibarnamədir yoxsa format olunur? Yox, öz adımıza tək pasportla anaformat olunur. Alandan sonra xərcləriniz nə oldu? Alandan sonra altına bir komplekt təkər almışam. Ondan sonra nə bilim, şaravoylardır, tiaqadır, o sırğalardır. Çox şeyinə əl gəzdirmişəm, öz əlimdən çıxartmışam. Maşınımız da 210 min göstərir. Bəli, Nə bəli. qədər orijinal olduğunu bilmirəm. Ha, orijinaldır, orijinaldır. Hə, mühərrikdə vəziyyət necədir? Əla. Yağ azaltma, səs. Heç bir problemi yoxdur. Açılıb yığılmış olar da yəqin ki. Valla onu bilmirəm, amma hal-hazırda heç bir problemi yoxdur. Nə yağ azaltması, nə bir şey. Yəni Yanacaq maşın qulluq olunmuş maşındır. Hər 4000-dən bir yağı dəyişilib. yanacaq sərfiyyatında deyin də bizə. Yanacaq sərfiyyatı şəhər içi 6,5, trassada 5,5 Kondisioner işləyirmi? işləyir. Lap yaxşı. Korobkası mexanikadır. Bəli, bəli, mexanikadır. 5-dir mənə bunlardan. Bəli, bəli. Problem yoxdur. Yox, heç bir problemi yoxdur. Öndə vəziyyət necədir? Bəli. Peradokda vəziyyət necədir? Əla, çiçək kimi. Səsi küyü yoxdur qranatların. Heç bir problemi yoxdur. Təkərlərdəki yaxşı. Hə. Disklər amma prostoy diskli kalpaklandır. Hə, qalpaqdır, prostoydur. Qalpaqdır. Altında vəziyyət necədir? Zədəsi yoxdur. Heç bir problemi yoxdur qardaş. Alan adam harda istəyir aparıb yoxlada bilər. Dəyişilənlərindən də deyin də bizə. Qapı, krel, kapot. Dəyişilən heç bir detal yoxdur. Düzdür, yüngülvari kosmetik işləri var. Amma ki, yəni belə salamat maşındır. Öndə balaca zədə gördük. Vuruğu olubdumu yoxsa? Harda? Nömrənin yanında. Hə, onlar o şey, puferi zada elə belə. Yəqin onu deyirsiniz. Aha. Onlar xırdapara işlərdir. Onun kosmetik işləri var.
Kraska yəqin ki vurulmuş olar, hə? Ha, da 2006-nın maşınından ha. Aynaları təmizdir elə bilirəm. Elə yoxdur Bəli. ki qırığı çatır. Yox, heç. Düymə ilə mi qalxır? Ön aynalar düymədir Ha, deyəsən. podiumlikdir, bəli. Düymə ilə qalxır. Şitir yaxşıdır. Bəli. Sürücü tərəf oturacaqda biraz narahatçılıq hiss elədim. Hə, bir balacanı. Sökükləri var, elə bilirəm, süzülməsi var. Daha əlavə də kimin sual olsa yəqin sizi narahat eləyə bilər. Bəli. Qiymətini deyin bizə. Qiymət də ki 10800 deyirik, aşağı yuxarı razılaşarıq da. 10 minə verməyəsiniz. İndi baxır adamına da. Ola bilər yaxşı danışdı verdin sən. Olar da indi. Hansı rayondasınız? Ha, Bərdə şəhər. Uğurlar arzu edirəm qardaşım. Çox sağ ol qardaş. İnşallah bu gün satarsınız. Çox sağ ol, minnətdaram. Siz də sağ olun. Əmoğlu Allah bazar versin. Sağ ol qardaşım, xoş gəlmisən. Birinci nömrədə səhifənin izləyicilərindən biri də mənəm. Allah Daimi sizə- səhifənə baxıram, izləyirəm. Allah canını sağ eləsin. Allah bütün izləyicilərimə can sağlığı versin. İçində də siz olmaqla. Çox sağ ol qardaşım, çox sağ olun. 06 maşınınızda gətirirsiniz satmağa. Bəli. Buyurun məlumat İli verin. 90-dır, 3 ildir özümdədir. Nə bilim, motor yağı yemir, karobka yaxşı. Diperində səs yox. Təkərləri normaldır. 6 ayda altına alıb vurdum. Yəqin ki format olunub eləmi? Bəli. Birbaşa öz adımadır. Aha. Xərc çəkmisiniz malandan sonra? Bəli. İşləri olub, xərc çəkmişəm. İndinin özündə cüzi işlər var, yəni razılaşma yoluna kim olsa Allah xeyir deyir. Mühərrik dersi 16-dır. Yox, 11-də amma üzü 11-də sinif vardı. Siz yığdırmısınız yoxsa sizdən əvvəl? Yox, biz yığdırmışam. Artıq motorda yoxdur problem. Yox. Yağ yemək yadır, heç nə yoxdur. Karobka atmır. Karobka 4-dün 5-dir. 5-dir. Amma 2-yə verəndə xərc edir, nədirsə onda puluna çıxıyım. Üstənin 70 manatlıq xərci var. Onda razılaşıb, yəni xərcindən çıxıyır. Difer necədir? Diperində səs yoxdur. Polun çürüyü necə? Heç nə, çürüyü var idi, çağırtmışam, aradan götürmüşəm. Danqırat yerləri salamat? Salamat. Pedokda səs-küyü necə? Yoxdur. Təkərlər təzədir deyəsən. Təzədir, hə. Yəni 5-6 ayda qoymuşam. Aha, yaxşıdır. Dəyişilən, qalanı soruşaq da, dəyişiləni yox, yəqin ki dəyişilən. 90-ın maşındır, əməkli babamla yaşdır. Bilməyəsiniz eləmi konkret hansılar? Yox, bir də məndə olanda arxa kril dəyişib, pis yox. Vuruq idimi, yoxsa çürüyürdü Hə, mü? gəldi, yalan yoxdur, vuruq olub, yəni özüm vurdurmuşam. Dala verəndə şalbaram vurmuşam. Hazırda da bir neçə yerində elə bilirəm ki, Hə. cüz kosmetik işlər var, eləmi? Bəli. Çatlar var daha doğrusu, kaska qoppuyu falan. Mən gördüklərimi deyirəm, bilmirəm da indi başqa yerdə. Aynaları elə bilirəm təmizdir, eləmi? Qırıq çatı yoxdur. Yoxdur, heç nəyində yoxdur. Dördədə salamatdır. Əllə qalxır. Bəli. Şitin üstündə bir dənə çat Bir dənə çat var. zədə görürəm. Çat. Bizdə də deyəndə, hə, nəsə zədəsi var. Oturacaqların çıxolundadırmı, bilmirəm, indi özündədirmi? Yox, çıxoludur. Çıxol dəyişsə daha yaxşı olar. Sərqəli verir. Hə, normal maşındır da indi, qiyməti də əsas. 3-5-ə deyirəm. 3500-ə deyirsiniz, 3000-in özünə vermək olar. Sənin adından gələnlərə Biz qurban. təklif eləyirik. Olsun. Allah köməyində olsun. Sağ ol. Hara gəlsinlər, harda görə Tərtər, bilərlər. qəhrəman tərtər. Uğurlar arzu edirəm Sağ ol. qardaş. Siz də sağ olun. Xeyirli olsun qardaş. Çox sağ olun qardaş. Xəzər. Bəli. Buyurun, məlumat verin, bilək necədir? Bunlardan marka, model necə gedir? Onu Xəzər ST 2020-ci il 90 min orijinal probeklə cəmsi 2 detalında kraska var, qalan detallar bes kraskadır. 10500 manata deyirik. Yəni maşın tam ideal vəziyyətdədir. 2 ay bundan qabaq 4 ədəd təzə təkər, ondan sonra iç çöl remenlər hər biri dəyişilibdir. Periodokunda bütün xərcləri qarşılanıbdır. Yəni maşın istənilən sudan yanında park yoxlatmaq olar. Yəni əgər nə xərci çıxarsa da heç inanmıram ki, çıxsın. Yəni yenə də qiymətindən çıxıb razılaşa bilərik. deməli 2020-ci il maşın deyirsiniz. Bəli. Sizdə nə vaxtdandır? Bizdə hardasa 5-6 ay olar. Bu məndən qabaqda əmim oğlunda olubdu. Maşın taksidə sürülməyibdi ümumiyyətcə. Sıfırdan demək olar ki, öz qohumumuzda olubdu. Yəni bizdə olub. Etibarnamə ilə mi işlədirsiniz? Bəli. Maşın Sənədlərində problem yoxdur ki? Xeyr. Hamısı hər şey qaydasındadır. Texpasport 2 illikdir. 2027-ci ilə kimi sığortasının da Texpasportunda vaxtı var. Alan adam bir sözlə benzini vurub sürəcəkdir. Yəni Sizin başqa xərclər maşın- deyirsiniz nə oldu? Bizim 4 dənə təkər altına Təkərdən almışam. başqa nəsə elədiniz mi? Bəli. İç çöl remenlərdir. Motorun özünü Motorunda heç bir problem yoxdur. Yağ yemə olsun, karofkasında atma falan heç bir problem yoxdur. İstənilən ustanın da yanında aparıb yoxlada bilərik. 1.7-dir bunlar? Bəli, 1.7. Şəhər içi sərfiyyatı hardasa 8-9 litr, trasda 6 litr, 5 Kondisioner də var, deyil mi? Bəli, kondisionerdir, sidenkalar elektrondur, park radar, arxa kamera, avtopilot, yağış sensoru, işıq sensoru.
Hamısı işlək vəziyyətdədir, yəni heç bir Ötürücülər qutusu da Bəli, mexanikadır. mexanikadır, sonra multiroldur. Bəli, 5 skorsdur. Multiskan, qəşəng. Bəli. Arxa görüntü kamerası. Arxa görüntü Zavoddan kamerası. gəlmədimi, yoxsa Bəli, sonradan hamısı quraşdırılıb? park radarı, arxa görüntü, mərkəzi qapanma, hər birisi. Güzgülərin qatlanılmasına kimi. Ön çəkən maşındır. Bəli, ön çəkəndir. Qranatlarda səs Heç yoxdur bir, ki. heç bir. Pedokun ümumilikdə səs Yox, yox. ümumiyyətlə səs yoxdur, yəni yoxlada da bilərik. Necə deyim, quruntu yolda sürməkdə. Altında zədələ yoxdur ki, zədələ. Altında yox, heç birində zədə zad, yəni altı üstündən də təmiz. Dəyişən nəsə varmı? Xeyr, Qapı, krek, dəyişən qapı. detal yox. Rasta vurulub? 2 dənə detalında, qapılarda. Vuruq olub da yəqin Yox, ki. vuruğa görə yox, sürtüyə görə. Yəni stoykaya rəh dəyməyibdi. Qapıya da. Elə bilirəm ki, sərnişin tərəf qapıda da nəsə Bəli, bəli. batıq var. Hə, orada xırda batıq var. Onu da bes kraska çıxartdırmaq olur, yəni qiymətindən çıxarıq onu, problem deyil. Yəni onu qapını kraskalatdırmağa ehtiyac yoxdur. Başa düşdüm mən. Deməli, aynaları təmiz, Bəli, hər biri, yəni şiti maşın zavod yaxşı, maşını. Salonunda oturacaqlar cırıq, parça sökük. salon, Bəli, cırığı yox, söküyü yox, hamısı. düymə ilə idarə olunur. Bəli, Parça bəli. salon olsa da düymə ilə idarə olunur. Bəli. Qızdırıcı varmı bunlarda? Yox, qızdırıcı olmur. Elektronda amma qızdırıcı olmur. Aynaların dördü də düymə ilə qalxır. Bəli, dördü də, arxalar da, qabaqlar da. Pult olunmu bunlarda zavoddan Bəli, gəlir? zavod skoplu. Maşınımızın qiyməti də deyirsiniz. 10.500-ə deyirik, real alıcı ilə maşının yanında razılaşarıq. Problem deyil. Bütöv 10 minə vermək olar. İndi real alıcı gəlsə onu danışıb yoluna qoymaq olar, problem deyil. Hansı rayondasınız? Yevlax rayonunda sürülür maşın. Uğurlar arzu edirəm. Çox sağ olun. Siz də sağ olun. Qardaş, Allah bazar versin. Çox sağ ol. 07 maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat vereyim, bilək necə maşındır? Maşın ili 2011, 12 alış. Qiymət 10.000 yarım. Nə vaxtdan sizdədir maşın? Maşın 3 il var məndədir. Etibarnamə yoxsa format olunubdur? Aformat olmuşam. Alandan sonra bu maşınımız yığılıbdır da, aparatura, səs sistemi Bəli. falan. Bunları siz eləmisiniz, yoxsa elə bu vəziyyətdə idi? Yox, biz eləmişik. Xərci siz çəkmisiniz. Bəli. Təxmin nə qədər xərc qoymusunuz bilinir? 5000. 5.000. Qardaş oradan deyir 5000 xərc qoymuşuq. Maşallah olsun. Maşınımızın mühərrikində vəziyyət necədir? Super. Yağ azaltma, səs, Heç bir şey. Saz vəziyyətdə olmaz. korobkada vəziyyət, atması, səsi, Heç bir şey yox. diferin səsi yoxdur. Heç bir şey. Polda Hər zədə, dəyişən bir detalına 500 manat qiymət çıxır. aha, detal dəyişikliyi yoxdur. Yoxdur. Polda Zavod- zədə yoxdur ki. Heç bir şey. Peridokun maşın- səsi, küyü Heç bir şey. olmaz. Detal dəyişikliyi yoxdur. Xeyr. Kraska vurulub. Kraska dayan yerləri var. Hətta zavod kraskasından var. Bəli, maşınınızda. Aha, qəşəng ki, aynaları təmizdir, qırıq çat yoxdur. Fiyalefi patlayız, hər şey. Aha, qaral şüşələr. Şitin üstündə çxol görürəm, amma elə bilirəm zədə yoxdur Heç altında. bir şey Yox yox. ki, Sən çatı. götürün. Aha, çat olmasın əsas Heç bir olsun. şey yox. Oturacaqlar təmiz. Aynalar düymə ilə qalxırmı? Bəli, bəli, Ha, bəli. düymə ilədir. Ön Hadim. aynalar. Qəşəng. Bahalda səs sistemi. Bəli, bəli. 1500 manat aparat rahatsını pul vermişəm. Aha. Təkərlər də təzə. Hər şey. Maşınımızın qiyməti də deyirsiniz 10.000 500. 500 manat. 07-yə Deyirəm. biraz bahadır. Amma indi indirim də var da. 10.000-dən aşağı düşmək olacaq yoxsa Olur. 10 mindən yox, razılaşmaq olar. 10.000-ə hələ razılaşmaq olar deyirsiniz. Bəli. Hardadır maşınınız? Maşın Tərtər rayonunda gedir. Uğurlar arzu edirəm qardaş. Çox sağ olun. Allah Siz kömək də olsun. sağ olun. Sağ olun. Əməqul Allah bazarınızı versin. Sağ olun, Allah kömək olsun. 015 maşınınızı satırsınız. Bəli, satıram. Buyurun, məlumat verin bilək necə maşındır? Qardaş, il 2009-dur buraxılışı. Maşın bez detaldır. Motor, korobka, qrantlar əla vəziyyətdədir. Təkərlərin 4-ə türk təkərdir, petlası təzədir. Sənədlər tam bir illikli qaydasındadır. İdeal maşındır. Otur sür, vuruqsuz, udarsız. Sizdə nə vaxtdandır maşın? Bizdə artıq 1 illik. Etibarnamə ilə yoxsa Yox, birbaşa öz adınızadır öz maşın. adınıza Bəli. formatlı maşın? Hə, Kim nə də gözəl. istəyir, mən özüm daverisi verə bilirəm. Hər ildə gəlsin daverisi verə bilərəm. Hansı ustada da istəyir, yoxlada bilər maşını. Alandan Heç sonra bir xərc yoxdur. çəkmisiniz? Təkərlərini almışam, içinin başını yığdırmışam. Mən yüngül xərc qoymuşam, amma hazır maşında. Bugünkü gün bir manata belə ehtiyacı yoxdur. Mühərrikinə baxdırmadınız. Mühərriki yoxlatdırmışam, heç ümumiyyətcə açılmayıb mühərriki. Yağ azaltma səsi yox. Ola bilməz. Hansı ustanın yanında desəz göstərə bilərik maşını. Korobkası yaxşıdır. Gül kimi, korobkasıdır, qranatlardır, sürücü çarığı yoxdur. Yəni ümumiyyətcə maşına vuruq-udar söhbəti yoxdur. Bunlarda əsas ekranda problem olur. Olduğu kimdir ekran, heç ekranda kraska dəyməyib. Əl Motor dəyməyib. fonası yox, əl dəyməyib. Dib baxdıra bilər. Kim harda istəyir orada da yoxlada bilər maşını. Təkərlər yaxşı. Təkərləri heç belə bu gündən hardasa 20 gündür salınıb.
Hər biri Altında zədə 75 yoxdur, manat. polunda. Yox, polunda danqrat yerində əzik var idi, onu da düzəltdirmişəm. Daş dəymişdi altına. Qalan yerdə pult sistemi qaydasındadır. 4 dənə kolonkası, bahalı maqnitofonu, hər bir şey üstündədir maşın. Elə də verəcəm. Kraskası varmı maşının? Var, kraskası zbor döyülü, sok kraska iləndir. Dəyişən də deyir seç yox. Detalı ola bilməz. Kim harda istəyir, krılları belə açılmayın maşın. Aynaları da təmizdə elə bilirəm, hə? Hər bir şey, hamısı özüdür. Baxa Qırıqçat yoxdur heç bilərsiniz birində, hə? aynalara. Metr adlı aynalardır, baxa bilərsiniz, patpesli salamatdır. İşte, Si başı, işdə də salamatdır. işte yaxşıdır. Üstündə nəsə ağ yazı yazılmışmış. Yoxsa nədir, ləkəsi var? Yox, ləkədir, siləndə qalıbdır. Oturacaqlar yaxşı. Oturacaqlar ideal vəziyyətdədir, bax, öz radına oturacaqlardır. Baxa bilərsiniz. Aynalar hər bir düymə şey. ilə, önlər düymə ilə də. Bəli, bəli, bunlar hamısı. İşləyirlər yəqin ki. Əlbəttə işləyir. Təşəkkür, açılır bağlar. Pultu yoxdur bunların. Var, var. Maşın öz da var. pultudur, ümumiyyətcə 2 pultu var. Görürsünüz? Aha, qəşəng. Pultun bir də zapas pultudur. Yəni istəyəndə evə qoyursunuz. Sənə görürsünüz, birinin üstündə gəzdirirəm pultun. Biri maşın üstündə asıram. Başa düşdüm. Pultlardır yerindədir. Maşınınızın qiyməti neçə? 7500 manata deyirik maşını. Alan olar indi bir 100 manat, 200 manat razılaşarıq. Görmək istəyən hara gəlsin? Özüm Gəncədə baxa bilər maşına. Bu gün Gəncə- Bərdə bazarındayım. Bəli, Gəncədə baxa bilər. Özüm Samux rayonunda yaşayıram. Yəni Samuxda da baxa bilərlər. Uğurlar arzu edirəm. Sağ olun. Əlaqə nömrəmizə deyərik inşallah. Yəni əlaqə saxlayarlar. Uğurlar. Sağ olun, sağ olun. Dəyərli izləyicilər, bax bu cavan oğlan qohumununmu, bilmirəm, dostununmu, kimin maşınıdır maşın? Babam. Babanın maşınıdır. Aa, nə gözəl. Satmaq istəyirsən babanın maşınını. Buyur, məlumat ver, bilək necə maşındır? Maşınımızın ili neçədir? 2002. 2002-nin maşınıdır. Nə vaxtdan işlədir baban? 5 ay olur. Alverin eləyir. Özü üçün almışdı. İndi də deyir ki, sataq. Başqa maşın mı almaq istəyir, yoxsa Xeyr. maşın istəmir artıq? Xeyr. Və pulları nə edəsiniz? Borc var, onu ödəmək. Necə? Borc var, onu ödəmək. Borcunu ödəyəcəkdi. Və piyada necə? Baban piyada qaldı, hə? Atamın maşını var, onu Atanın maşını ilə. Hə, lap yaxşı. İndi də deyir ki, apar sat ilə bunu. Alandan sonra xərc nə çəkdi? Nələri düzəltdirdi? Bilmədim. təkərləri dəyişdik. Təkərlərini dəyişdirib, Sonra, motoru yığdırıb. Yığdırdı. sonra İndi necədir motorun vəziyyəti? Deyir ki, yağı tez-tez azaldır, hə? Demir. Korobkası necədir? süper. Atması səsi yoxdur ki. Xeyr. Diferdə səsi yoxdur. 80'də biraz səs var, 80. 80-də biraz səs eləyir. Altından xəbərin yoxdur. Nə tərdir? Çürüyü çoxdurmu? Xeyr, biraz var. Yaxşıdır altı. Sizin yollarınız necədir? Daş kəsəkli yollardırmı, yoxsa asfaltdasınız? Daş kəsək. Daş kəsəkli yoldasınız. Səsi küyü necədir? Ora çıxan kimi başlayır takka-tarak, hə? Maşınımız. Bilmirəm. Səsi küyü var? Çox yox. Çox yoxdur, az cana. Təkərlərdəki yaxşı. Bilmədin, qapı, krel, kapot, hansını dedilər dəyişdirmişik? 2 qavaq kirir. 2 dənəsinin krelləri dəyişdiribdi. İndi hazırda kraskaya ehtiyac yoxdur ki. Yoxdur, qopan yeri yoxdur kraskasından. Xeyr. Yaxşıdır. Aynaları yaxşıdır. Ön aynasında sədəf boyda bir dənə çırtdağı var. Şitin də üstü bağlıdır. Yəqin ki, orada da çatlar var. Görə bilmirik. Oturacaqlar yaxşıdır. Aynalar əllə qalxır. Aynaları əllə qalxır. Qiymətin neçə dedi? 4200. 4200. Dedi son neçə verin? 3.8-ə verək. 4000. Sonu 4000-ə. Oxuyursanmı? Neçənci sinifdə? 6-cı sinif. Bu günlərimdə Qurban bayramıdır, məktəb yoxdur. Onun üçün sən bazara gəlmisən. Yaxşı oxuyursan? Neçədir qiymətlərin? 5. 3 var içində. 3 də var hətta. Ha, nə gözəl. Hamısını boynuna alır. Hansı məktəb idi? Kənd məktəbi. Adını deyə bilərsən? Dostlarına salam göndərək də. Var dostlar. Hansı məktəb idi? Güloğlar məktəbi. Güloğullar məktəbi. Buradan salam göndərir sənin dostlarına. Sağ ol. Sağ ol. Qaqaş, sizi xoş gördük Bərdə maşın bazarında. Nə yaxşı gəlmisiniz? Maşın almağa gəldim. Maşınlara baxırsınız. Hansı rayondan gəlmisiniz? Bərdədə qaldım. Elə burada qalırsınız. Özünüzə maşın seçirsiniz. Hə, hə. Yaşınız düşmür prava almağa.
Mənim 18 yaşım var. Ay maşallah, daha Sürə gənc bilirəm görsənirsən. maşını. Atam da burdadır özüm. Aha, amma maşın sürə bilirsiniz. Hə. Mən deyirəm Allah qoysa qismət olsun, prava alım, maşın alma burada. Öncə pravan al, sürücülük vəsiqəsini, Hə. sonra maşın al yenə. Məsləhət budur. Olarmı? Yox, atam deyir ki, alım qapıya tulluyum maşını. Yox, özünü də bir sınaq görgünən imtahandan keçə bilirsənmi? Uğurlar arzu eləyirəm. Sağ ol. Dostlarına da salam göndərə bilərsən. Sağ ol. Göndərirsən dostlara salam. Yox, yox. Uğurlar, sağ ol, sağ ol. Qardaş Allah bazar versin. Sağ ol qardaş, sağ ol. 07 maşın satırsınız. Buyurun məlumat verin, bilək necə maşındır? Qardaş, ili 2003-dür, bezdetal maşındır, bir krel dəyişib. Motor, korobka, motosiklet kimidir. 4 dənə təzə təkər vurmuşam bir həftədə altına. Texnika baxışı sığortası təzə keçib. Maqnitavan kalankasıdır, hamısı yerində. Nə vaxtdan sizdədir maşın? Maşın ücreti 1 ildir bizdədir. İkinci Alandan dairəmiz. sonra xərcləriniz nə oldu? Alandan sonra periodakını yığdırmışam. Ondan sonra motor sığortadan keçmişəm. Belə başqa. Motor nədir bunlardan? Motor 06 motorudur, yağ yemir, çiçək kimidir. Karbüratorla Karbüratordur, bəli. Necədir vəziyyət motor? Yaxşı. Yığılmış olar da yəqin ki. Yəqin ki, məndən qabaq yığılıb, mən motoru heç nə eləməmişəm. Yağ azaltma səsi Yox, yoxdur. heç bir şey. Nəfər tökürsən, yağ belə çıxır. Korobka nədir? 5. Atması, səsi, Yox, heç nə, heç nə. difer də səs. Yox, yox, yox. Polun çürüyü, pası. Heç bir şey. Polda çürüyü, sarığı, heç nə yox. Heç olmayıb, yoxsa olan çıxıbdır? Bəlkə də məndən qabaq olar, bəlkə də amma məndə yox, mən çıxartdırmamışam. Danqarat yerləri salamat. Salamatdır, danqarat yerləri salamatdır. Periodokda səs-küy necə? Yox, yox. O da yaxşı. Maşınımızın dəyişilən Bir krelidir, sağ krel. sağ Qabaq sərnişin krel, tərəf hə. krel dəyişilibdir. O da yəqin vuruq olub, hə? Yəqin ki, olardı. Məndən qabaq dəyişibdir. Kraskadakı yəqin vurulmuş olar bir-iki Hə, dəfə. kraskalanıbdır, zubaz kraska. Hazırda kosmetik işi necə? Mən Yox. yerlərdə elə biləm, Mən yüngül var idi. belədə də yəqin çalan adam. Gözəlləşdirmək istəsən. Hə. Aynaları təmizdir, qırıq çat yoxdur ki? Yox, yoxdur, yox. Şitin üstündə bir yerdə, Fiyaritin plyonkaları da arxaya, böyürlərə çəkdirmişəm. şitdə də bir üç yerdə çatı var, amma elə də böyük deyirlər. Oturacaqlar, cırıq, Yox, söküntüsü, yox, heç nə yox. çöküntü yoxdur ki? Yox, yox. Aynalar əllə, Podyomnikli şüşələr. düymə ilə Düymə qalxır. ilə. Pult sistemi də var. Pult sistemi də var, bagaj pultdur. Yəni qapılar pultla bağlanır, açılır. Maşınınızın öz qiyməti neçə? Maşını 4700 manata deyirəm. Endirim nə qədər? Endirim yəqin ki, bir 200 eləyək. Hansı rayondadır maşınınız? Bərdədə. Uğurlar arzu Sağ edirəm. ol qardaş, Allah sana sağ eləsin. Siz də sağ olun. Pultla açılır bagaj yoxsa? Qismət qardaş. Alt hissəsini qaldır əmizə, hamısı.